Böyük Qayıdış proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzur bölgələrində ekosistemlərin bərpası, münaqişə dövründə zərər görmüş ərazilərin və şəhərlərin yenidən canlanması, fəaliyyətlərində strateji ekoloji qiymətləndirmənin şəhər planlaşdırılmasının tətbiqi, ətraf mühit, sosial və iqtisadi amillərin nəzərə alınmasında vacib rol oynayıb. Bunu Ekologiya və Təbii Sərvətlər Naziri Rəşad İsmailov UFONİT çərçivəsində keçirilən şəhərsalma planlaşdırılmasında iqlim hədəflərinə nail olmaq üçün strateji ekoloji qiymətləndirmə aləti adlı tədbirdə deyib. Bugünkü müzakirələr strateji ekoloji qiymətləndirmənin yalnız ekoloji mühafizə vasitəsi deyil, həm də dayanıqlı şəhər inkişafı üçün vacib siyasət aləti kimi əhəmiyyətini bir daha nümayiş etdirəcəkdir. Bugün dünyada, o cümlədən Şərqi Avropa, Cənubi Qafqaz regionunda strateji ekoloji qiymətləndirmənin tətbiqinə maraq atmaqdadır. Azərbaycan bu istiqamətdə xüsusilə şəhərsalma sahəsində geniş təcrübə formalaşdırılmışdır.